Yəqin ki, xatırlayırsınız. Orta məktəbdə düşüncələrimizi Divar qəzetində yazırdıq. Ən pis halda isə partalar bizim yaxın sirdaşımız olurdu. Yazının başlandığı tarixdən bəri yazıb pozuruq. Çünki hər Azərbaycanlının daxilində bir yazarlıq, şairlik, filosofluq bacarığı var. Təsadüfi deyil ki, Azərbaycanlıların bir çoxu öz fikrini danışmaqla deyil, cızma qara ilə bildirməyə üstünlük verir. Elə məhz buna görə Azərbaycanlılar mətbuat sahəsində də şərqin ilklərindən biri olmağı bacardılar. 1875-ci ildə Azərbaycan dilində çap olunan ilk milli qəzetimiz Əkinçi adlanırdı. Oxucusuyla öz dilində danışan qəzetin baş redaktoru Həsən bəy Zərdabi çox çətinliklə də olsa hökumətdən icazə almağa nail olur, İstanbuldan xüsusi ərəb şriftləri gətirdir və Nəcəf bəy Vəzirov, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani kimi görkəmli şəxsiyyətləri nəşr ətrafında birləşdirə bilir. Qəzetin çıxması ilə Azərbaycan mətbuatının əsası qoyulur. Bu səbəbdən ilk mətbuat orqanımız olan Əkinçi qəzetinin işıq üzü gördüyü gün, iyulun 22-si Respublikamızda mətbuat günü kimi qeyd edilir. O gündən bu günə biz Azərbaycanlılar ziyalı olmağa, söz azadlığına vərdiş etmişik. Çox güman ki, bu ənənənin davamı var. Növbəti nəşirlərə qədər.